Salamlayıram ilk növbədə sizi. Aleykümselam. Darvaz dərəsində baş verən son hadisələrdə kəndin imamı olaraq kifayət qədər aktiv iştirak edirdiniz və öz fikirlərinizi, öz pozisiyalarınızı kəskin şəkildə bildirirdiniz. Düşünürəm ki, bizi izləyən insanlar, auditoriyamız, eləcə də icmamız sizi daha yaxından tanımalıdır. İlk növbədə özünüzü təqdim edərdiniz. Bizim insanlar həm qonaqpərvər Darvaz cəmaatı, həm vətənpərvər, təbiətini sevən bir xalqdır. Və mən də buna biganə qala bilməzdim, çünki mən burada doğulmuşam. 1970-ci ildə Darvazda dünyaya gəlmişəm, orta məktəbi Darvazda bitirmişəm. Bütün təhsilim Darvazda almışam. Və mən fəxr edirəm ki, mən Darvazlıyam. Darvaz xalqının ağız birliyini mən gördüm. Şirkət dala çəkildi. Yəni gördük ki, burada insanlar artıq etiraz edirlər. 500-dən çox imza toplandı. Bir neçə quruma, dövlət qurumlarına müraciət olundu xalqın adından ki, biz istəmirik təbiətinin dağılmasına. Bu təbiət dediyimiz Darvaz dərəsinin təbiəti, bu dağları, bu yaşıllıq, bu meşəlik sizin üçün nə ifadə edir bəy? Mənim üçün nə ifadə edir? Mənim üçün bizim bir Azərbaycanlı var, bizim bir sözümüz var. Ana, vətən, anadır. Vətən, bilirsən, bu bizim vətənimizdir. Bu mənə, mənim namusuma, mənim şərəfimə təhqir kimi mən qiymətləndirdim. Bu Darvaz dərəsində bu hadisəyi törətmək mənə çox pis təsirlədi. Və mən bir din adamı kimi Allah Taala'nın bizə bəxş etdiyi bu təbiəti qoruyub, gələcək nəsillə qiyamət gününə qədər qorumaqla mükəlləfik. Və mənə o qədər pis təsir elədi ki, mən artıq hətta yuxarıda gedən o qazıntı işlərini özüm piyada çıxdım. Çünki bu təbiəti dağıtmaq olmaz. Bu təbiət, insanlar buradan nəfəs alırlar. Sabah bir gün burada insanlar xəstələnəcək. Mən imam olaraq bilirsin, nə hiss elədim burada? Çox cavanlar yoxdur. Artıq qoca nəsil yaşayır. Bu yaşlı nəsillər yaşadıqsa da burada çətinliklər ortaya çıxır. Və bunların da bugün havasını kəsmək, təbiətini dağıtmaq və gələcək insanlar çox pis təsir edəcək. Əgər sabah o şirkətlə bir konflikt yaranla, millət hamısı şirkətə qarşı qalmaq hazırdır. Amma biz biraz bir din adamı olaraq, bir ağsaqqal olaraq bunu istəmirik. Yol vermirik. İnsanlara qanun pozuntusa yol vermək olmaz. Qanunu pozmayaq. İnşallah dövlətimiz də bizi eşidər, bizi görər. Baxar ki, doğrudan insanlar rahat yaşamaq istəyir və bu bunlara çox pis təsir eləyir. Bu şirkətə icazə verməzlər, bu qazıntılar bu regionundan çıxardılar. Baxın, mən 7 ildir burada imam. 7 ildir. 7 ildən biraz da artıq. Hələ bir dəfə dövlətdən demədi ki, bizə yol niyə çəkmirsən? Mənim yaşadığım məhəllədə su yoxdur. Su da deyil. Niyə? Dövlətin o qədər deyəlim bizdə təbii sərvət yoxdur, qazancı yoxdur. Biz də bunu insanlara başlarıq ki, cəmaatı. Az bir dövlət elə bilər. Bunu dövlətdən ummayın, küsməyin. Yəni, maddi cəhətdən ola bilsin, kasıb ölkədir. Amma təbiətimizin dağılmağına heç müsaade eləmərik bunu. Kim olursa olsun, ona qarşı çıxacaq. Təbiət dağılmaq olmaz. Suz qala bilir, ac da qala bilir, yolsuz da qala bilir. Hətta istəyirsən bu cəmaatın pensiyasını 1 ay, 2 ayda verməsinlər. Cəmaat yaşayacaq. Dinləməyəcək dövlətə qarşı. Amma təbiət dağıtma millət qalxacaq. Bu da dövlət ilə millət arasında konflikt yaradacaq. Biz də bunu istəmirik. Biz də bilirik. Bəlkə də dövlətə də belə konflikt yaranmağa maraqlı olan insanlar var. Rəhbərlər var. Bəlkə də var. Yəqin ki, bu şirkət belə bu qədər əl qol açırsa, deməli, buradan kimlərəsə sökənib gəlirlər və xalqa təzyiqlər edirlər. Yaxşı şey deyil. Dövlətin bəzi nümayəndələri tərəfindən gəlirlər, təsir edirlər cəmaata. O da kimlərə? Müəllimlərə. Nə bilim, dövlətdən maaş alanlara. Bu olmaz, yaxşı şey deyil. Bunu deyirsə burada sən məcburan oraya yığırlar. 2 dəfə gəliblər, toplantı edirlər şirkətin nümayəndələrinə, rayon rəhbərindən. Cəmi 40 nəfər mi, nə yığılıb?
Yəni cəmaət onlar kimlərdir? Hansı ki dövlətə bağlı olan insanlardır. Dövlətə bağlı olan insanlardır. Ha, bunu belirləmək olar mı? Yox. O insanın onsuz da ürəyində küsür. O küsü var bunlarda. Mən görürəm, danışırlar. Dövlət rəhbərinə, rayon rəhbərinə. Xahişimiz odur ki, millətin adına. Mən bu Darbazın imamı olaraq, ağsaqqal olaraq bizim təbiətə toxunmasınlar. Əgər bizə bir insan kimi sayğıları varsa, öz vətənlərinə sayğıları varsa toxunmasınlar. Yox, gün vuru satılır deməli öz vətənlərini satacaqlar.